Salam değerli izleyiciler. Bugünkü sınavımız DİMİN model sınavıdır 2026-cı ildə nəşr etdirdiyi. Başlayaq suallara. Birinci sualla başlayırıq. Uyğunluğu müəyyən edək. Səfəvilər dövlətinin qələbəsi ilə başa çatan döyüşlər. Burada dövlətə fikir verəcəyik. Adətən çaşdırırlar. Ərdəbil hakimliyi ilə qarışdırırlar. 16-cı əsrin birinci yarısında, 16-cı əsrin ikinci yarısında Mərv döyüşü 1510-cu ildə Şeybanilər məğlubiyyətə uğradılmışdı, aiddir. Cabani döyüşü 1500-cü ildə Şirvanşahlar məğlub edilmişdi, amma aid olmayacaq, çünki dövlət deyildi, Ərdəbil hakimliyi idi. Həmədan döyüşü 1535-də Osmanlı məğlub edilmişdi, bu da C-də aid olacaq. Birinci yarısına düşür, bəli. Çıldır döyüşü 1578-də bir də qələbəsi ilə başa çatan deyir. Çıldır döyüşündə Səfəvilər Osmanlıya məğlub olmuşdular, götürmürük. Sınıq körpü döyüşü 1618-ci ildə baş verib də 17-ci əsrə keçdi, götürmürük. Molla Həsən döyüşü, bu da 1578-dir və Səfəvilər Kırım xanın qoşunlarını məğlub etmişdilər. Bunu götürəcəyik. 1'e AC, 2'ye C cavab olacaq D bəndi. İkinci sual. O hakimiyyətdə olduğu 8 illik müddətdə əsasən qonşuluqdakı dövlətlərlə mübarizə aparmışdır. Sonralar Məmlük sultanlığına son qoyaraq özünü İsfahan dünyasının xəlifəsi, İslam dünyasının xəlifəsi elan etmişdi. Əsas hücum hədəfi türk-müsəlman dövlətləri olmuşdu. Söhbət 8 illik hakimiyyəti dövründə hakimiyyətdə olan 1-ci Səlimdən gedir. Hakimiyyət illəri 1512-dən 1520 İslam dünyasının xəlifəsi də adlandırmışdım. Məmlüklər dövlətindən son qoyur. Ondan deyir, mətndə fəaliyyətdə bəhs edilən hökmdardan fərqli olaraq Osmanlı sultanı 1-ci Süleymana aid olanları götürürük. Səlimə yox. Viyana şəhərinin mühasirəyə alınması ilk dəfə 1529-da mühasirəyə alıblar. Doğrudur. Daha sonra 1683-cü ildə mühasirəyə alacaqlar. Habsburqlara qarşı Fransa ilə ittifaq qurmuşdu. 1535-də doğrudur. Süleymana aiddir. Avropa dövlətləri ilə sülh müqaviləsi imzalanmışdı. Hər ikisinə də aid olacaq. Səlim də imzalamışdı. Süleyman da imzalamışdı Avstriya ilə. Belə ki, Səlim Səfəvilər üzərində yürüşə keçməzdən əvvəl Venesiya ilə müqavilə imzalamışdı. Səfəvilər dövləti ilə müharibə aparmışdı. Hər ikisi də aparmışdı. Səlim Çaldıran döyüşünü qeyd edə bilərik. Süleyman isə 4 dəfə Azərbaycana Şah Təhmasibin 1-ci Təhmasibin vaxtında yürüş etmişdi. Şimali Afrikanın bir sıra ərazilərini dövlətə birləşdirmişdi. Yenə də hər ikisinə aid olacaq. Misir, Əlcəzair Səlim tərəfindən tutulmuşdu. Tunis və digər ərazilər isə Süleymanın hakimiyyəti dövründə Şimali Afrikada torpaqlar ələ keçirilmişdi. Cavab A bəndi olacaq. Hadisə nəticə əlaqələrinə aid uyğunluğu müəyyən edin. Uyğunluğu soruşur. Qəsr-Şirin müqaviləsinin bağlanması Ərəb İraqının Səfəvlərdə deyil, bu Osmanlılarda qalır. Şah Sultan Hüseynin ağır vergi siyasəti yeritməsi, Cəlalilər hərəkatı. Cəlalilər hərəkatı Şah Sultan Hüseyninlə bağlı deyildi, Osmanlıya qarşı baş vermiş. Osmanlıların ağır vergi siyasətinə qarşı baş vermişdi. Şah 1-ci Abbasın Sufyan döyüşündə qələbə qazanması 1605. Mərəd sülhünün imzalanması 1618-dir, əlaqəsi yoxdur. Mərəd sülhü Sufyan döyüşündə yox, Sınıq körpü döyüşündən götürə bilərdik. Şah 2-ci Abbasın sosial-iqtisadi tədbirlər həyata keçirilməsi, sənətkarların dövlətə vergi borclarının ləğv edilməsi, sənətkar və rəiyyətlərin vergi borclarını ləğv etmişdi. Bu da sosial-iqtisadi tədbirlərə aid olacaq. Kirmanşah müqaviləsinin imzalanması, Rus tacirlərinin mənafeyinə uyğun ticarət imtiyazları. Ümumiyyətlə, Kirmanşah Rusiyaya yox, Osmanlı Səfəvilər arasında 1732-ci ildə imzalanmışdı. Cavab D olacaq. Azərbaycan tarixində 5-ci və 9-cu əsrlərə aid oxşar cəhətdir. 2 dənə əsr veribdir. İqta adlanan torpaqlar 5-ci əsrdə olmayacaq, 9-cu əsrdə var idi. Bu, ərəblərin gəlişi ilə 7-ci əsrdə meydana gəlmişdi. Azadlıq hərəkatının baş verməsi 5-ci əsrdə
Azadlıq hərəkatı, Vaçenin hərəkatını deyə bilərik. 457 ikinci Vaçe, 463-cü illərdə. 9-cu əsrdə isə burada da qeyd edə bilərik Xürrəmlər hərəkatı. Babəkin başçılığı ilə Xürrəmlər 9-cu əsrdə baş vermişdi bu da ərəblərə qarşı. İkinci Vaçe Sasanilərə qarşı azadlıq hərəkatı, Xürrəmlər ərəblərə qarşı. Bu cavab olacaq B bəndi. Torpaqdan istifadəyə görə xərac vergisinin alınması xərac yenə də 9-cu əsrə uyğun gəlir. 5-ci əsrdə Sasanilər dövründə xərac yox idi. Gəncə şəhərinin paytaxta çevrilməsi, Gəncə ilk dəfə paytaxta çevrilib Şəddadilər dövründə 971-ci il 10-cu əsrə düşəcək. Slavyanların yürüşünə məruz qalması ilk dəfə 9-cu əsrdən başlayır Slavyanların yürüşləri, amma 5-ci əsrdə olmayıbdır. Cavab B, 4-də. 5-ci suala baxaq. Cədvələ əsasən doğru bəndləri müəyyən edək. Cəlalilər dövlətindən fərqli olaraq Qaraqoyunlu dövləti Şirvanşahları özünə tabe etmişdi. Hər ikisi də edibdi. 1367-də Cəlalilər tabe edibdi. 1412-ci ildə Qaraqoyunlular tabe etmişdi. Əmir Teymurla Bağdad döyüşündə mübarizə aparmışdı. Burada Cəlalilər dövlətinə aid olacaq. Qaraqoyunlu dövləti, Qaraqoyunlular o döyüşdə iştirak edirlər, ancaq bu döyüş 1394-dür. Amma Qaraqoyunlu dövləti 1410-cu ildən 68-ci ilə qədər, 1468-ə qədər mövcud olubdur. Yəni bu təkcə Cəlalilərə aiddir, Cəlalilər dövlətinə aiddir. Həsən bəy Bayandurlu ilə mübarizədə məğlub olmuşdu. Bəli, Həsən bəy Uzun Həsən Qaraqoyunluları məğlubiyyətə uğradıb və son qoymuşdu. 67 Muş döyüşünü də buna götürə bilərik. Birəsi Ağqoyunlu Bayandurlu dövlətindən fərqli olaraq Səfəvilər dövləti, yenə də dövlətə baxarıq. Şərqi Gürcüstanı özünə tabe etmişdi. Ağqoyunlular 1477-ci ildə Uzun Həsənin dövründə tabe etmişdilər. Səfəvilər də elə Şah İsmayılın vaxtında Şərqi Gürcüstanı özlərinə tabe etmişdilər. Bu da ikisinə də aid olacaq. Səhv götürürük. Götürmürük cavab kimi. Kəsranilər sülaləsinin hakimiyyətinə son qoymuşdu. Ağqoyunlular Şirvanşahlarla müharibə aparmayıblar, amma Səfəvilər isə Şirvanşahlarda Dərbəndilər sülaləsi, yəni Kəsranilər deyildi. Söhbət 1538-ci ildə Dərbəndilər sülaləsinə son qoymuşdular. Böyük Moğol dövləti, Kəsranilər isə 1382-də süqut uğrayıbdı. Böyük Moğol dövləti ilə dostluq münasibətləri saxlamışdı. Əkbər Şahın dövründə Səfəvilərlə olub, bəli, amma Ağqoyunlu dövləti ümumiyyətlə Moğol dövlətinə eyni zamanda mövcud olmayıbdır. 1503-də Ağqoyunlu tamamilə süqut edir. 1526-da isə Böyük Moğol dövləti yaranmışdı. Cavab A bəndi. Uyğunluğa baxaq. Mixiyazı Şumerlərdə doğrudur. İlk Olimpiya oyunları Romalılar, yox Yunanlardır, səhvdir. Heroqliflər Hindlilər səhvdir. Çünki Çin, Misir, bir də Mannaya aiddir. Onluq hesablama sistemi Misirlilərə aiddir. İlk tragediya da Yunanlara aid olacaq. 1, 4, 5 cavab A bəndi olacaq. 7. Xəzər xaqanlığı, Şirvanşahlar və Salarilər dövlətlərinin oxşar cəhətlərini müəyyən edək. Erkən orta əsrlər, qeyd edək ki, şərqdə erkən orta əsrlər 3-cü əsrdən 11-ci əsrə qədər mövcud olmuşdur. Erkən orta əsrlərdə meydana gəlməsi, Xəzər xaqanlığı 650-ci illərdə meydana gəlibdir. Şirvanşahlar 861, Salarilər də 941. Beləliklə, hər üçü də erkən orta əsrlər dövrünə düşəcək. Azərbaycan ərazisində yaranması Xəzər xaqanlığına aid edə bilmərik. Şimali Qafqazda, Şərqi Avropada meydana gəlmişdir. Slavyanlarla mübarizə aparılması. Xəzər xaqanlığına Slavyanlar son qoymuşdu, aiddir. Şirvanşahlar 910-cu il yürüşlərində, daha sonra digər yürüşlərdə Slavyanlarla mübarizə aparmışdı, aiddir. Salarilər də 944 Bərdə faciəsinə aid götürə bilərik. 1-3. 10-cu əsrdə süqut etməsi. Xəzər xaqanlığı 10-cu əsrdə süqut edibdir. 965-ci ildə. Şirvanşahlar 1538, getdi çıxdı 16-cı əsrdə. Salarilər 981 aiddir.
Abbasilər xilafətinin parçalanması nəticəsində yaranması. Bu Şirvanşah və Salarilərə aiddir, ancaq Xəzərlərə aid edə bilməyəcək. Xəzər xaqanlığı Qərbi Göytürk dövlətinin 7-ci əsrin 50-ci illərində süqutundan sonra yaranmışdı. Abbasilər xilafətinin parçalanması isə 9-cu əsrdən başlamışdı. 1-3 cavab Y bəndi. 19-cu əsrdə Şimali və Cənubi Azərbaycanın mədəniyyət sahəsinə aid ümumi cəhətdir. Şimali və Cənubi Azərbaycanın mədəniyyət sahəsi 19-cu əsr. Qəza məktəblərinin açılması təkcə Şimali Azərbaycana aiddir. Bu 1830-cu ildə olmuşdu. İlk teatr binasının inşa edilməsi Şimali Azərbaycanda 1883-də, Cənubi Azərbaycanda Təbrizdə 1916-da 20-ci əsrə getdi, çıxdı, götürmürük. Üsuli cədid məktəblərinin yaradılması. Bəli, ilk dəfə üsuli cədid məktəbi 1869-cu ildə Şamaxıda Seyid Əzim Şirvani tərəfindən yaradılmışdı. Daha sonra isə Mir Möhsün Nəvab, Məhəmməd Tağız Sidqi, Mirzə Həsən Rüşdiyyə tərəfindən həm Rüşdiyyə həm Cənubi Azərbaycanda Təbrizdə, həm də İrəvanda yaratmışdı. Və beləliklə 19-cu əsrə aid götürəcəyik bunu. Hər ikisinə də aid olacaq. İlk bədii filmin çəkilməsi Şimali Azərbaycanda 1916-cı ildir. Satirik mətbuatın əsasının qoyulması 1906-cı il Molla Nəsrəddin jurnalı. Bu da Tiflisdə, daha sonra Təbriz və Bakıda, amma söhbət artıq düşür 20-ci əsrə. Keçək 9-cu sual. Xəritədə rəqəmlərlə işarələnmiş xanlıqların heç birinə aid olmayanı tapmalıyıq. Bir müddət iki hakimiyyətliyin mövcud olması. İki hakimiyyətlik Gəncədə və Şamaxıda olmuşdur. Gəncə burada götürülür. 5-5-ə düşür. Şamaxı da həmçinin burada verilibdir. 3-ə düşür. Bayat savaşında iştirak etməsi. Bayat savaşında Şəki, Şamaxı və Qarabağ xanlıqları. Bu Şəkidə, bu da Qarabağ xanlığı getdi. Sonra Ağa Məhəmməd xan Qacarın yürüşünə məruz qalması. Ağa Məhəmməd xan Qacarın yürüşünə məruz qalması. Deməli, Ağa Məhəmməd xan Qacar 1795-ci ildə Azərbaycana yürüş etmişdi. Ondan əvvəl də 1790-cı ilə qədər Cənub xanlıqlarını özünə tabe etmişdi. Yəni Qubanı da, daha doğrusu İrəvan, Urmiyanı da özünə tabe etmişdi. Daha sonra isə Qarabağı gəlir tutur, 97-də düzdür, onda şah idi tutmuşdu. Amma Gəncəni elə birinci yürüşdə özünə tabe etmişdi. Yəni buna da aid var. Cavuşan döyüşündə məğlub olması. Cavuşan döyüşündə məğlub olan Quba xanlığıdır. Quba xanlığı bu ərazidə olacaq. Bu Quba xanlığı haqqında məlumat yoxdur. Cavab D bəndi olacaq. Kərim xan Zəndlə mübarizə aparması. Kərim xan Zəndlə yenə də dedik ki, Urmiya xanlığı mübarizə aparıbdır. Bunu da çıxırıq. Cavab D bəndi olacaq. 10-cu sual. ABŞ prezidentlərinin hakimiyyət dövrlərində Harding, Coolidge, Reagan. Çinin suverenliyi və ərazi bütövlüyü təsdiqləndi. Bu 1921-22-ci illərdə Vaşinqton konfransında keçirilmişdi. Hardingin dövrünə düşür. Dövlətin iqtisadiyyata müdaxiləsi azaldıldı. Hər üç prezidentin dövründə də bu baş vermişdi. Şərqi Asiyadan mühacirət axını qadağan edildi. Calvin Coolidge'in mühacirət haqqında qanununa əsasən bunun dövründə qəbul edilibdir. Almaniya ilə sülh müqaviləsi imzalanan müharibədən, Birinci Dünya müharibəsindən sonra, bu da Hardingə aid olacaq. SSR ilə diplomatik əlaqələr saxlanıldı. SSR ilə diplomatik əlaqələr saxlanıldı. Reaganın dövrü olacaq, SSR ilə diplomatik əlaqələrin saxlanılması. Onu da deyək ki, əgər ilk dəfə SSR ilə diplomatik əlaqələr deyilsəydi, bu Franklin Roosevelt'in hakimiyyəti dövrünə düşəcəkdir. 1-ə AD, 2-yə C, 3-ə Y, 4-ə B cavab B bəndi olacaq. 11. Elxanilər Hülakülər dövlətin hökmdarlarının fəaliyyətinə dair uyğunluğu müəyyən edək. Sultaniyə və Naxçıvanda baş verən qiyamları yatıraraq Bahadır ləqəbi almışdı. 1319-cu ildə bu Əbu Səidə aid olacaq.
Qızıl Ordu dövləti ilə iç toqquşmalar Hülakü xanın hakimiyyəti dövründə baş vermişdi. Məsləhətçisi Nəsrəddin Tusi idi. Hülakü xanın məsləhətçisi idi. Abaqa xanın vəziri olmuşdu. Şirvanşah hökmdarı 3-cü Fəribürcü tabe etdi. 3-cü Fəribürcün Monqollar tərəfindən tabe edilməsi bu ikinci yürüşə aid olacaq Cormoğun noyuna. Ona görə heç birinə aid getmir. 13-cü əsrin sonlarında hakimiyyətə gəldi. 1295-ci ildə Qazan xan hakimiyyətə gəlmişdi. Olacaq. Hülakü xanın yürüşündə isə Şirvanşah hökmdarı artıq Fəribürc deyildi. Bu zaman 2-ci Axsıtan idi ki, Hülakülərdən asılığı qəbul etmişdi. 1-ə B, C, 2-yə Y, 3-ə A cavab A bəndi olacaq. Ulduzla göstərilmiş dövlət 1-ci Dünya müharibəsi dövründə. Ulduzla göstərilmiş dövlət İngiltərədir və yaxud Böyük Britaniya. Osmanlı qoşunları tərəfindən məğlub edilmişdi. Bəli, 1916-cı ildə Kutul Əmara döyüşüdür. Bu döyüşün adı Osmanlı tərəfindən məğlub edilmişdi. 1-ci Dünya müharibəsi dövrünə düşür. Versal müqaviləsi imzalanıb. Versal 1919-dadır. Yəni bu müharibədən sonradır. Ərəb tayfalarına müstəqillik vəd edib, bəli, Osmanlıya qarşı üsyana sövq etmişdi onları. Kimyəvi silahdan zəhərli xlor qazından istifadə edən ilk dövlət Almaniyadır. Ona görə götürmürük. 1915-ci ildə Dördlər İttifaqına qoşulmayıbdı. Antanta İttifaqında olmuşdur İngiltərə. 1-3 cavab Y bəndi. 13. Hadisə, nəticə. Deməli, ərəblərin Şərqi Avropa yürüşlərinin qarşısı alındı. Xəzər xaqanlığı ilə xilafət arasında uzun sürən müharibələrin baş verməsi, bəli, ərəblərin qarşısını alır Xəzərlər. Uyğur türklərinin döyüş ruhu, deməli, 1-ə A olacaq. Uyğur türklərinin döyüş ruhu aşağı düşməyə başladı. Bu da Bölgü xaqanın vaxtında maneçiliyin qəbul edilməsidir. Talas döyüşünün baş verməsində ərəblər Çinə qalib gəlir 751-ci ildə və bu Uyğurların Mərkəzi Asiyadakı nüfuzun artmasına səbəb olur. Oğuz Səlcuq tayfalarının Xorasanda məskunlaşması, bu da artıq Səlcuq dövlətinin yaranması üçün zəmin hazırlanır yavaş-yavaş. Bu düşür Qəznənlilər dövlətinin ərazisinə. 1-ə A, 2-yə D, cavab C bəndi olacaq. Göstərilənlər aiddir qədim şərq dövlətləri. Eradan əvvəl 3-cü əsrdə vahid dövlətdə birləşmişdir. Bu Çin, Hindistan götürə bilərik və yaxud Böyük Hun dövlətini baxırıq. Eradan əvvəl 1-ci əsrdə 2 hissəyə parçalanan isə Böyük Hun dövləti olmuşdur. Cavab Y bəndi. Eradan əvvəl 58-də Böyük Hun dövləti şərqi və qərbi Hun dövlətlərinə parçalanmışdır. 14, Y, 15. –20-ci əsrin 90-cı illərində Azərbaycan Respublikası. Daxili iqtisadi tədbirlər. Azərbaycan Neft Fondunun təsis edilməsi 1999. Daxilidir, həm də iqtisadidir, doğrudur. A-nı götürürük. Kütləvi informasiya vasitələri üzərində dövlət senzurasının ləğv edilməsi 1998. 90-cı illərdir. Daxilidir, amma iqtisadi deyil, dövlət quruculuğu məsələsidir. Ələt azad ticarət zonasında liman kompleksinin tikilməsi, bu 21-ci əsr İlham Əliyevin prezidentliyi dövrünə düşür, 90-cı illərə də düşmür. Paris Xartiyasının prinsiplərinin qəbul edilməsi 1993-cü ildə xaricidir, bəli, 90-cı illərdir, həm də siyasi tədbirdir, götürəcəyik. Heydər Əliyevin Fransaya səfəri zamanı baş vermişdi. Konstitusiya məhkəməsinin yaradılması 1998-də bu daxili dövlət quruluşu məsələsidir. Burada isə xaricini soruşur. Türkiyə Respublikası ilə dostluq və əməkdaşlıq haqqında müqavilə imzalanması 1994 götürə bilərik. 2010-cu ildə olubdur, 2021-ci ildə də olmuşdur. Deməli, bunu da bizdən nə üçün? Xarici siyasi Türkiyə, bəli.
dostluq əməkdaşlıq haqqında xarici siyasi tədbir hesab ediləcək. 1-ə A, 2-yə A, C cavab C bəndi olacaq. 16-cı sual. 15-ə baxdıq. 16-cı sual. 19-cu əsrin əvvəllərində Şimali Azərbaycanda siyasi yenilikdir. Daha doğrusu 20-ci əsrin əvvəllərində siyasi və 20-ci əsrin əvvəllərində Şimali Azərbaycan. Təbriz şəhəri Cənubi Azərbaycanda, İrəvan şəhərində özünün idarə hüququnun verilməsi bu 1878-də Bakıya tətbiq edilir, daha sonra isə İrəvan şəhərinə aid edilmişdi. Bizdən nə soruşur? 20-ci əsrin əvvəllərini soruşur, bu səhvdir. Bakıya Şollar su kəmərinin çəkilməsi 1917-ci ildə çəkilib başa çatdırılmışdı. Siyasi deyil, Şollar su çəkilməsi iqtisadi tədbir idi. Gəncədə ilk milli partiyanın yaradılması 1905-ci ildə, doğrudur, 1905-də Gəncədə ilk milli partiya Qeyrət partiyası yaradılmışdı Ələkbər bəy Rəfibəyov tərəfindən. Azərbaycan müəllimlərin birinci qurultayı 1906-cı ildə Bakıda keçirilmişdi. Bu da siyasi məsələ deyil, mədəni məsələyə, mədəni tədbirlərə aid olacaq. 16D. Xəritədə əksini tapmışdır. Xəritəyə baxırıq. Avropa dövlətlərindən çıxaraq Qüds şəhərinə doğru oxlar istiqamətlənibdir. Buradan da anlayırıq ki, söhbət xaslı yürüşlərindən gedir. Cavab Y bəndi olacaq. 18. Şimali Azərbaycanda komendant idarəçiliyi və Qafqaz canişinliyi dövrlərinə aid ümumi cəhətdir. Gəlin tarixlərini qeyd edək. Komendant 1804 Gəncənin işğalı ilə başlayır. 1840-cı illərə qədər, 40-cı ilə qədər davam etmişdi. Qafqaz canişinliyi isə 1844, 1883, bir də 1905-1917-ci illər arasında mövcud olmuşdur. Quberniya və Qəza bölgüsünün mövcud olması, komendantlıq dövründə quberniya olmayıbdır. Çarizmə qarşı üsyanların baş verməsi, 30-cu illərdə komendantlıq dövründə üsyan olmuşdur. Həmçinin canişinlik dövründə də 1863-cü ildə Zaqatala üsyanını götürə bilərik. Bəli. Hacı Murtuzun başçılığı ilə kəndli qrupların mülkədar tabelisi adlanması 1846-dan sonra olubdur. Komendantlığa aid deyil. Siyasi partiya və təşkilatların fəaliyyət göstərməsi. Bu artıq gedir çıxır 20-ci əsrin əvvəllərində komendantlığa aid olmur. Kəndlilərdən hərbi verginin alınması 1887-ci ildən sonra olmuşdur. 87-dən başlayır alınmağa. Yenə də komendantlıq dövrünə düşməyəcək. Cavab B bəndi. Aratta Lulubi və dövlət qurumlarından fərqli olaraq Kuti dövlət qurumu və yaxud erkən dövlətləri təzə dərslikdə belə qeyd edilibdir. Urmiya gölü ətrafında mövcud olmuşdur. İkisinə aid olsun. Daha doğrusu Aratta Lulubiyə aid olmasın, Kutiyə aid olsun. Yəni biz bunu tapmalıyıq. Bunlara da aid olmamalıdır. Urmiya gölü ətrafında mövcud olması hər üçünə aiddir. Eradan 3-cü minillikdə yaranması hər üçünə. Akkad dövlətini süquta uğratmışdır. Bəli, Kutilər süquta uğradıb, o birisilərə aid deyil. Eradan əvvəl 22-ci əsrdə. Manna dövləti ilə diplomatik əlaqələr heç birinə aid deyil. Mesopotamiya şəhərlərinin iqtisadi əlaqələr saxlamışdır. Hər üçünə də aiddir. C bəndi. Atabəylər dövlətinin hökmdarlarının fəaliyyətinə aid uyğunluğu müəyyən edək. Şəmsəddin Eldənizdən fərqli olaraq Məhəmməd Cahan Pəhləvan paytaxtı yeni şəhərə köçürmüşdü. Bəli, bu paytaxtı Naxçıvandan Həmədana köçürmüşdü. Eldəniz isə bir dənə paytaxt olur, başqa paytaxtda da köçürmür. Şirvanşahlar dövlətini tabe etmişdi Qızıl Arslan, amma ilk dəfə Eldəniz də tabe etmişdi. Bu fərqli deyil. Əbubəkir Gürcü feodallarına qarşı mübarizə aparmışdı. Eldənizin özü də 60-cı illərdə, 12-ci əsrin
60-cı illərdə mübarizə aparmışdı. Özbək Gürcü çarı ilə hərbi ittifaq bağlamışdı. Bu Monqollara, Cəbə və Subutaya qarşı bu ittifaq bağlamışdı, amma Eldəniz Gürcülərlə ittifaqa girməyibdi. Daha doğrusu bunu götürürük. Doğru olacaq. 1-4 cavab Y bəndi. 21-ci suala baxaq. Osmanlı hökmdarları 1-ci Mahmud və 3-cü Səlimin fəaliyyəti üçün oxşar cəhət. Bunların hakimiyyət dövrlərini qeyd edə bilərik. 1-ci Mahmudun hakimiyyət dövrü 1730-1754. 3-cü Səlim isə 1789-1807-ci illərdə hakimiyyətdə olmuşdu. Bunların fəaliyyəti üçün oxşar cəhət. Hərbi quruculuq tədbirlərinin görülməsi. Hər ikisi də hərbi quruculuq tədbirləri görür. Mahmud qumbaraçılar ocağı yaratmışdı. 3-cü Səlim isə əməli başda hərbi islahat keçirmişdi. Xidmətini yaxşı yerinə yetirməyənlərdən timar və ziyamət torpaqlarını geri almışdı. Hərbi məktəblərin imkanları genişləndirilmişdi. Mühəndislik məktəbi və s. genişləndirilmişdi. Bu tip tədbirləri çox olmuşdu 3-cü Səlimin. Bunu götürürük. Oxşar deyir. Avstriya ilə sülh müqaviləsinin imzalanması. 1-ci Mahmud bəli, uğurlar əldə etmişdi Avstriyaya qarşı və Balkanlarda bəzi əraziləri geri qaytara bilmişdi. Sülh müqaviləsi imzalayır. 3-cü Səlim də taxta çıxarkən 1787-91-ci ildə Rus-Türk müharibəsi gedirdi. Orada da Avstriya məğlub olur və sülh imzalayır. Səfəvilər dövləti ilə müharibə aparılması. 3-cü Səlimin dövründə artıq Səfəvilər dövləti yox idi, süqut etmişdi. 1-ci Mahmud aparıb amma. Təbriz şəhərinin ələ keçirilməsi. Təbriz şəhərinin ələ keçirilməsi heç birinə aid olmayacaq. Əfşar imperiyası ilə müqavilə imzalanması. Bu 1-ci Mahmudun dövründə Nadir Şahla imzalanıbdı, amma 3-cü Səlimin dövründə Əfşar imperiyası artıq yox idi. Cavab 1-2 B bəndi olacaq. Xəritədə rəqəmlə verilmiş şəhərlərin 7-ci əsr tarixinə aiddir. 2 Dərbənd şəhəridir, 1 Ərdəbil şəhəridir. Baxaq variantlara. Rəşidi xəlifələri dövründə tabe edilmələri. 643-cü ildə Cərmidan döyüşündə Mərzban İsfəndiyar İbn Mərzban məğlub edilmişdi, Sasani canişini və Ərdəbil ələ keçirilmişdi. Elə həmin ildə də Dərbənd ələ keçirilir. Şirvan hakimi Şəhriyarla müqavilə imzalamışdı. 643-cü ildə tutulmuşdu bu şəhərlər. Rəşidi xəlifələrin hakimiyyəti dövrü 632-dən 661-ə qədərdir. Doğru cavab A bəndi olacaq. Haylandur Hunlarının yürüşünə məruz qalması 5-ci əsrdir, aid deyil. Bizdən 7-ci əsri soruşurdu. Babəkin qoşunları tərəfindən azad edilməsi. Babəkin qoşunları tərəfindən bu şəhərlər nə azad edilib, nə də Babək 7-ci əsrdə yox, 9-cu əsrdə olmuşdu. Şirvanşahlar dövlətinin tərkibinə daxil olması. Dərbəndi götürə bilərik, amma Şirvanşahlar 861-də 9-cu əsrdə yaranıbdı. Mehranilər sülalası tərəfindən idarə edilməsi. Dərbəndi götürə bilərik, Azərbaycan Şimali Albaniya Mehranilərin hakimiyyəti altında olub, amma Ərdəbil şəhəri Mehranilərin hakimiyyəti altına düşmür. Deməli, cavab 22-də A olacaq. Orta daş dövründə insanlar. Orta daş dövrü mezolit uşaqların ən rahat yadda saxladıqları, bunların Yunanca adlarıdır. Qəbilə halında yaşayırdılar. İnsanlar mezolit dövründə bəli, qəbilə halında yaşayıblar. Heyvanları uzaq məsafədən ovlayırdılar. Yəni ox və kaman kəşf olunmuşdu, doğrudur. Oturaq həyat tərzi aid olmayacaq, neolitə aid olacaq. İbtidai maldarlıqla məşğul olurdular. İri tayfa ittifaqlarında birləşirlər. Bu da Tunc dövrünə aid olacaq. 1-2-4 cavab. Böyük Moğol hökmdarı Əkbər Şah Monqol yürüşlərinin qarşısını aldı. Artıq Moğol hökmdarının vaxtında, yəni Moğol dövlətinin zamanında Monqol yürüşləri dayanmışdı. Hətta Əlaəddin Hilçi, Əlaəddin Xələc Dehli Sultanı, onun vaxtında Monqol yürüşlərinin Hindistana qarşısı alınmışdı.
Səfəvi Osmanlı dövlətləri ilə diplomatik əlaqələr qurdu, doğrudur. Hindlilərlə müsəlmanların hüquq bərabərliyini təmin etdi. Bu da doğrudur. Vergi toplanması işini zəmindarlara deyil, cagirdarlara tapşırmışdı. Cavab 2, 3 olacaq. 25-ci sual. Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasətinə aid olanları müəyyən edək. Sovet Rusiyası ilə hərbi pakt alınmır. Yəni danışıqlar gedir Sovet Rusiyası ilə heç bir amma müqavilə baş tutmur. Çünki Sovet Rusiyası Cümhuriyyəti tanımır. Azərbaycan Xalq Cümhuriyyətini tanımır. İtaliya hökuməti ilə ordunun təchiz olunmasına dair saziş imzalanması 1920-ci ildə imzalanmışdı. Xarici siyasətinə aid olanları deyir, doğrudur. Birinci Ümumi Türkoloji Qurultayı 1926-dır. Bu artıq Sovet dövrünə düşür. Cənubi Azərbaycanda yaradılmış milli hökumətlə sıx əməkdaşlıq. Bu da 1920-ci ilin iyununda yaradılmışdı milli hökumət. Amma Cənubi Azərbaycanda. Amma Azərbaycan Xalq Cümhuriyyəti artıq aprel ayında süqut eləmişdi. Ona görə bu da götürə bilmirik. Tiflisdə səfirliyin fəaliyyət göstərməsi. Bəli, Tiflisdə səfirlik fəaliyyət göstərmişdi. 2-5 olacaq doğru cavab. Xronoloji ardıcıllıq. Türkiyənin NATO-ya daxil olması 1952, Avropa İqtisadi Birliyi 1957-də yaradılıbdır. Camp David Misir-İsrail sazişinin imzalanması 1978, Çin Xalq Respublikasının BMT-yə üzv olması 1971. Ardıcıllıq isə 1, 2, 4, 3 olacaq. Azərbaycan SSR-də hərbi kommunizm siyasəti, yeni iqtisadi siyasət, kənd təsərrüfatında illiklə kollektivləşdirmə. Ticarət azadlığının qadağan edilməsi hərbi kommunizmdə, neft sənayesinin yenidən qurulması isə aid olacaq. Qalakənd çayı üzərində ilk su elektrik stansiyasının tikilməsi 20-ci əsrin əvvəllərindədir. Azərbaycan SSR dövrünə düşmür, Çar Rusiyası dövrünə düşür. 20-ci əsrin 20-ci illərin sonlarında başlanması 1929-da illiklə kollektivləşdirmə olacaq. Kəndlərin ərzaq vergisi YIS dövrünə düşəcək. Əvvəlcə ərzaq sapalağı tətbiq edilmişdir kommunizm dövründə. Sonra bu ləğv edilir, YIS-ə keçiddə başlayır könüllü məhsul rüsumu çanaq vergisi, daha sonra isə ərzaq vergisi yığılır. Deməli 2-yə Y olacaq. 1-ə A, 2-yə B, 3-ə D. Mətn sualı, mənbə sualı gəlibdir. Deməli, burada nədən söhbət gedir? Baxaq. Ceyhun Bayramovun jurnalistə verdiyi müsahibəsidir. Xarici İşlər Naziri 2020-ci ildə baş verir. Burada söhbət indi deyir ki, iyul ayı 2020-ci il. Deməli, diqqətlə baxırıq. İyul ayı 2020-ci il nə baş verir? Nöqtə yazır, nöqtələr qoyubdur. Baş verir və siz nazir təyin olunursunuz. Bu döyüşlərin baş verdiyi ərəfədə rəsmi İrəvanın davranışları necə idi? Ümumi mənzərəni başa düşmək üçün kiçik ekskurs etməyə ehtiyac var. Cənab Prezidentin Paşinyanla ilk təması 2018-ci sentyabrında oldu. Paşinyan üçün reaksiyası kifayət qədər konstruktiv idi. Yəni, konstruktiv münaqişəni həll etmək istəməsini göstərir. Bu deməkdir. 2019-cu ilin martında Viyanada cənab Prezidentin Ermənistanın baş naziri ilə növbəti görüşü olur. Paşinyan mövqeyini tam dəyişir. Deməli, burada elə birinci hissəyə aid sual bu. Birinci hissədir. Bura qədər. Birinci hissədə deyil, bəhs edilən döyüşlərin tariximizə hansı adla daxil olduğunu yazın. Söhbət iyul ayı 2020-ci ildən gedirsə, deməli, Tovuz döyüşləridir bu. Rahat bunu tapmaq olar. Tovuz döyüşləri. Sadəcə mətni o qədər biraz nöqtə ayırıblar ki, yəni diqqət
sizlik eləyə bilər uşaqlar burada. Yəni döyüşlər yox, Vətən müharibəsini və s. qeyd eləyə bilərlər. Ona görə diqqətli olmaq lazımdır. Burada iyul ayı 2020-ci ildən əvvəldə verilir. Sonra kapitulyasiya aktının hazırlanması necə baş verdi deyir. Mən məqamları qeyd edim. O məqamları ki, cənab prezident israrla danışıqlar nəticəsində oraya salınmasına nail oldu. Birinci və ən əsas 3 rayonla bağlı konkret olaraq çıxma tarixləri. 3 rayonu bilirik. Şimdi baxacağıq suallarda. Növbəti çox prinsipial bir məqam və burada istifadə edilən terminologiya erməni silahlı qüvvələri. Ermənilər onu tam yerinə yetirmədilər. Bu 2020-23-cü illərdə əlimizdə çox ciddi bir arqumentə çevrildi. İkinci hissədə altından xətt çəkilmiş ifadələrin birbaşa aid olduğu üç tərəfli bəyanatda nəzərdə tutulmuş öhdəliklərdən ikisini yazın. 3 rayonla bağlı özdə konkret olaraq çıxma tarixləri ilə qeyd edilibdir. Burada biz nələri qeyd edə bilərik? 3 rayon. Elə bunların ikisini yazsaq bəs eləyir. Kəlbəcər. Biz ikinci 29-cu sualı yoxdur. İkinci 30-cu sualı deyək, sonra 29 izah edərik. Kəlbəcər nə vaxtı boşaldılmalı idi? Bu 15 noyabr 2020-ci ildə Ermənistan tərəfindən boşaldılmalı idi. Sonra Ağdam bu 20 noyabr 2020, bir də Laçın. Laçın da 1 dekabr 2020. Erməni silahlı qüvvələri məsələsinə gəldikdə, yəni buradan ikisini biz yazsaq bəs eləyir. 3, 4-cünü də yazsaq heç bir problem yoxdur, amma düzgün yazmaq lazımdır. 4-cü erməni silahlı qüvvələri çıxarılması ilə eyni vaxtda Rus sülh məramlı kontingentinin bölgədə yerləşdirilməsi qərarı alınmışdı. Bunu qeyd edə bilərik, daha uzundur yazmıram. 29-cu sualda deyir ki, birinci hissənin sonunda bəhs edilən kəskin mövqe dəyişikliyini göstərən davranışlardan birini yazın. Yəni, Ermənistanın, Paşinyanın, baş nazirdən söhbət gedir, Paşinyanın mövqe dəyişikliyində nələr var idi? Mövqe dəyişikliyində deyə bilərik ki, danışıqların formatının dəyişdirilməsini istəyir. Bu danışıqların formatını halbuki 94-cü ildən bəri davam etdirilirdi. İkinci, qeyd edə bilərik ki, separat rejimin bu qondarma Dağlıq Qarabağ Respublikasından gedir. Separat rejimin danışıqlarda tərəf kimi iştirak etməsini istəyirdi. Bir də ATƏT-in Minsk qrupu ilə razılaşdırılmış əsas müddəalar var idi ki, bu müddəaların sülh danışıqlarından çıxarılmasını, dəyişdirilməsini istəyirdi. Yəni bu da onun kəskin mövqe dəyişikliyini göstərirdi. Yəni bunları əsas demək lazımdır. Bu qədər. Əziz izləyicilər, ümid edirəm faydalı olmuşdur. Sağ olun.